Son illər Azərbaycanda ali təhsil üzrə seçim tendensiyaları dəyişir. Bir vaxtlar ən prestijli hesab edilən 3-cü ixtisas qrupuna maraq artıq əvvəlki kimi deyil. Məzunlar humanitar fənlərə yönəlməkdə bir o qədər də maraqlı olmurlar. Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyevin sözlərinə görə marağın azalmasının iki əsas səbəbi var. Səbəblərdən birincisi əlbəttə ki, əmək bazarına çıxış məsələsidir. İkinci səbəbi isə balların 3-cü ixtisas qrupunda digər qruplara nisbətən yüksək olması və qəbul imkanlarının bəzi ixtisaslar üzrə məhdud olmasıdır. Yəni, misal üçün, orta bal toplayan abituriyent düşünür ki, mən 3-cü ixtisas qrupunda arzu olunan bir ixtisasa qəbul ola bilməyəcəm, hüquqa qəbul ola bilməyəcəm və yaxud da beynəlxalq münasibətlərə qəbul olma imkanları məhdud olduğuna görə abituriyent artıq 3-cü ixtisas qrupunda digər zəif ixtisaslara müraciət etməyi düşünmədiyi üçün ikinci qrupu və yaxud da birinci qrupu seçim etmək istəyir. 170-180 balından ali təhsil müəssisələrinə qəbul imkanları var. Amma 3-cü ixtisas qrupunda bu hardasa 250 baldan başlayır. Müsahibimiz deyir ki, hətta blok imtahanının birinci mərhələsində 3-cü ixtisas qrupuna sənəd verib, ikinci mərhələdə ixtisas qrupunu dəyişənlər də kifayət qədərdir. Amma 3-cü ixtisas qrupunda bəzi ixtisaslar var ki, bu ixtisaslarda artıq əmək bazarında demək olar ki, iş imkanları məhduddur. Misal üçün, fəlsəfə ixtisası var. Fəlsəfə ixtisasını seçən abituriyent və yaxud da filologiya ixtisası var. Bu ixtisasları seçən abituriyentlər artıq gələcəkdə əmək bazarına çıxışda çox çətinlik çəkirlər. Hal-hazırda filologiya ixtisası, tutaq ki, filologiya Azərbaycan ədəbiyyatı və yaxud da filologiya ingilis dili ədəbiyyatını bitirən hər hansı bir gənc artıq MİQ imtahanına buraxılmır. MİQ imtahanına buraxılmadığına görə bu gəncin artıq əmək bazarında iş imkanları məhdudlaşır. Bunların hamısını nəzərə alaraq, xüsusilə də orta ballı abituriyentlər 3-cü qrupdan imtina edib digər ixtisas qruplarına, xüsusilə də 2-ci ixtisas qruplarına istiqamətlənməyə çalışırlar. Ekspert bildirir ki, bəzi ixtisasları 3-cü ixtisas qrupundan çıxarmaqla bir sıra tənzimləmələr aparmaq olar. İnsan resursları üzrə mütəxəssis İlkin Məcidov vurğulayır ki, 3-cü ixtisas qrupu üzrə olan əksər ixtisaslar əmək bazarının tələblərini qarşılaya bilmir. Daha çox əmək bazarı mövcud durumda fokuslanıb texniki sahəyə, IT sahəsinə ki, burada kadrlar daha da artmalıdır deyə daha çox əmək bazarının tələbi buna görəlidir. Və bu o demək deyil ki, 3-cü qrupun ixtisasları əmək bazarından çıxacaq, ona ehtiyac yoxdur. Bu demək deyil. Sadəcə bu 3-cü qrupda olan ixtisaslarda eyni zamanda müəyyən bir bazarlara da ehtiyac yaranacaq ki, burada idarə etmə bazarıdır, özünü ifadə etmə bazarıdır. Qeyd edək ki, 2025-ci il 3-cü ixtisas qrupuna sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə azdır. Azalan tendensiya son bir neçə ili də əhatə edib. İlham Əkəliyeva, Üzeyir Ağayev, Xəbər Ertəsi.